başladığı ərazi bütöv yolunda canlı can vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutda yad edilir. Allah rəhmət eləsin. 20 yanvar Azərbaycan tarixinin həm onlu, həm də şanlı səhifələrindən biridir. Bu səhifə bizim müstəqillik uğrunda gedən yolumuzun, müstəqillik yolumuzun azadlıq uğrunda mübarizəsini göstərdiyi gündür. Adətən 20 yanvar günü tələbəlik illərindən mənim ağlımda bir şeir dolaşır. Bu 20 yanvarın gənc şəhidi Ülvi Bünyadzadənin şeiridir. Mən qorxmuram uzaq yola çıxmaqdan, bu yolun şaxtasından, soyuğundan mən qorxmuram. Mən qorxmuram uzaq yola çıxmaqdan, bu yolun ağrısından, acısından, ölüm adlı yuxusundan mən qorxmuram. Yollar saysız, yollar sonsuz. Yollar ötür, dünənimdən, bugünümdən, sabahımdan ötür keçir. Mən qorxmuram uzaq yola çıxmaqdan. Çünki dünyanın bütün yolları anamın təndir evinin qabağından ötür keçir. Yəni, Ülvi Bünyadzadə şəhid olarkən tələbə idi Bakıda həmin vaxt. Özü Daşkəsəndə yaşayırdı, ya Daşkəsən ərazisindən ora oxumağa getmişdi və cəmi 2-ci kursda oxuyurdu. Hələ 19 yaşı var idi. Və bu şeirlə sanki Azərbaycan gəncliyinin önündə hansı yolun olduğunu göstərirdi. Uzun bir yol, müstəqillik yolu. Yəni, mən qorxmuram uzaq yola çıxmaqdan deməklə yolumuzun nə qədər uzaq olduğunu göstərir. Bu yol 18-ci ildən başlayır, müstəqillik uğrunda mübarizə. Bu yol davam edir, 88-ci ildə azadlıq hərəkatı, 20 yanvarla özünün ən yüksək mərhələsinə çatır, Qarabağ müharibəsi və sonra işğal və sonda gəlir bu 44 günlük müharibənin zəfəri. Və bu zəfərlə də əslində bizim uzaq yolumuz bitməyib, yolumuz davam edir və biz bu yolun hər birimiz elə bir ki, uzaq bir yolun yolçularıyıq. Və bu yolda hər birimiz mütləq öz öhdəmizə düşənləri görməliyik. Öz öhdəmizə düşən işləri, özümüzün nə bacardığımızı, ölkənin müstəqilliyi uğrunda nə edə biliriksə onu həyata keçirməliyik. Və mən bütün şəhidlərimizə bir də Allahdan rəhmət diləyirəm və ümid edirəm ki, şəhidlərin qanı heç vaxt yerdə qalmayacaq və biz öz məqsədimizə mütləq çatacaq, mütləq. Sizin balabanı, asta çal balabanı, hamının balası gəldi. Bəs mənim balam tanır. Əzizim, nələr gördüm, dərd dağı dələr gördüm. Mən şəhidin yasında bir xalqı mələr gördüm. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səfərsi kimi daxil olmuş 20 yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkirliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Sovet İttifaqında ictimai-siyasi həyatın demokratikləşməsi nəticəsində Azərbaycanda başlanan siyasi oyanış rəhbərliyi ciddi narahat edildi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva, səbəbi də, bəhanəni də özü hazırladı. Respublikada hakimiyyətsizliyin hökmü, özbaşınalıq, ermənilərin Azərbaycanlılara qarşı Dağlıq Qarabağda təcavüzkarlığı, milli müstəqillik yolunu tutmuş xalqın etirazları Moskvaya və planını həyata keçirmək üçün şərait yarattı. 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi. Bakıda və Respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törədilməsi
törətdiyi yanğın nəticəsində dövlət və şəxsiyyət məhv edilmişdir. Ən dərin dərələr, müthiş yarğanlar, əlçatmaz dağların özülü olur. Gülüşlər, haraylar, axlaramanlar həmişə yan-yana düzülür. Heç bir xəyanət və fəlakət unudulmur. 1990-cı il yanvarın 20-sində xalqımıza qarşı törədilmiş qanlı qırğınlıq xəyanət idi, həm də fəlakət. Dövlətin öz vətəndaşına xəyanəti, xalqımızın başına gətirilən növbəti fəlakətdir. Yanvarın 20-sində şəhidlər xiyabanına gələnlər qürur hisslərini gizlətmirlər. Axı şəhidlər təpədən dırnağacan silahlanmış qoşunun qabağından qaçmadı. Bizə vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrətdilər. Onlar ölümləri ilə ölümsüzlük qazandılar. Hər il şəhidlər xiyabanını ziyarət etməyə ölkəmizin müxtəlif bölgələrindən minlərlə insan gəlir. Siyasi əqidəsindən, dinindən və dilindən, təhsilindən və hüquq vəzifəsindən asılı olmayaraq, bu adamlar qanlı cinayətin səbəbkarlarını lənətləyirlər. Şəhidlərin ruhu qarşısında baş əyirik. O gecə Bakı küçələri kəfən geyinib sinələrini açmışdı. Ağzından ot püskürən əjdahalar o gecə yol azmışdılar. Oraq götürüb Bənövşə ətirli ucaboy sınavlarımızı biçəcəkdilər. Qaranlıq gecədə Bakını qan yeyib yürüyəcəkdir. Anamız Azərbaycan qara geyib göy bağlayacaqdı. O gecə heç kəs yatmamışdı. Güllər əsindən tir-tir titrəyən balalarımızın baxışları, qaranlıq pəncərələrimizin arxasında göz yaşı axıdan ana bacılarımız, göydə, yerdə, sabahın belə açılacağından sanki xəbərdar idilər. Təəccüblü, vahiməli gözlərdən süzülən billur damcılarda bir göynərti, bir nifrət yatırdı. Axı günahsız balalarımız 7 döşəkli bala kimi quru yer üstə can vermişdilər. Allah onlara rəhmət eləsin, məzarları nurla dolsun. Torpağın üstündə yarası dərin, bu gündə min oldu dərdin ellərin. Sən düşdün adına qara yellərin, ay çiçək ömrünə qıyan Fərizə, bir deyən olmadı, dayan Fərizə. Hələ toy sırğası qulağındadır, hələ gül nəfəsin otağındadır, ruhun bir beşiyin sorağındadır, dəhşətdir fələklər sayan Fərizə, Tanrım sən deyəydin dayan Fərizə. İlhama qıyanın əli qurusun, səni qarğıyanın dili qurusun, yarpağı solsun, günü qurusun, qeyrətin hamıya bəyan Fərizə, oyan mənim balam, oyan Fərizə. Fərizə balam, İlham balam, toy çağınız əllərinizin hərarəti üçün yaman gəlib səyir, hesabla gərək indiyə nəvəm olaydı. Həvəngədə açılçı deyəydim balam üçün, mənsə ürəyimi həvəş dəstəyinə çevirib dərd döyürəm indi. Vəfadar Ülvi Azər tələbə edilər, vəfadar haqqın keşişçisi Azər asuda vaxtı bəzərən, Ülvi isə mənəvi dayıq olacaqdı yurdumu. Ülvi balam, ilk kitab-ı Kövqat kimidir. Nurparın sevinci yaşamadan gözümün ışığı. Yazdığın xatirədən bildim ki, kitabın çıxacağına arxanı salmış. Gözün aydın. İndi qapına nəfəs üçün dirəməyə gəlmişsən. Gübərim, Larisan, mənim kəpənək körpələrim, kim qanadınıza toxundu belə, ayır qarbalı, axı da nəvə deyiblər. Mən sənin kiçik toyunda əl qaldırıb süzəndə qolum sınaydı kəş. Nə biləydim toy mağarına girməyəcəksən, nə biləydim bəy otağının qapısına qara qızıl vuracaq. Bu əskər geyimli balam kimdir? Cavad, ay bala, səni bu məclisə kim dəvət edir? Dili qurusun namərdi. Dur get evinə bala, mənim kimi qara kəlayaqlanan yolunu gözləyir. Əzizim kaman ağlasın, quşlar qanat saxlasın, ürəyinə dağ çəkilən ana bacılar ağlasın. Gedirdim qıraq ilə, gül biçdim oraq ilə, itirmişəm balamı, axtarıram sorağı ilə. Başında əvvəli həsr olunmuş 1990-cı ilin qanlı yanvarından 33 il ötür. Həmin gün azadlıq istədiyi uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı
nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri, beynəlxalq insan haqları bəyannaməsini və bu sahədə qəbul olmuş digər konvensiyalarının müdahalələrini kobud şəkildə pozması deməkdir. Artıq tökmədə olan Sovet rejiminin son günlərində bütün tarix ərazisində törətdiyi cinayətlərin sırasına mislik görünmüş bir vəhşilik aktı ilə əlavə etdi. 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə təpədən dırnağa qədər silahlanmış Sovet ordusu hissələrinin heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra rayonlarına getirdiklərindən Azərbaycan xalqını vəhşicəsinə divan tutdu. O vaxt SSR rəhbərliyi açıq şəkildə Ermənistan Respublikamıza qarşı ərazi iddialarının dəstəklənməsi və Azərbaycan rəhbərliyinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdir. Torpaqlarının bir qarşını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı seçkiliyə, ədalətsizliyə dözməyərək, torpaqdan pay olmaz deyərək etiraz səsini uzatmışdır. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləbaran edildi. İnsanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi, ağır yaralandı, ömürlük şikəst oldu. Sovet rejiminin bu qanlı terör aktı barədə bütün dünyaya məlumat yayıldı. Sovet ordusunun şəhərə girməsi Azərbaycanın o vaxtki rəhbərliyinin istəyi, SSR Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də keçmiş SSR-nin o vaxtki rəhbəri Mikhail Gorbaçovun razılığı ilə olmuşdur. Azərbaycanı Sovet imperiyasının butonlarında saxlamaq, Sovet rejiminin hegemonluğunu daha uzun müddət davam etdirmək və milli azadlıq hərəkatını qorumaq məqsədilə Bakıya 35 minlik ordu yeridilmişdir. 1990-cı il yanvarın 19-da Mikhail Gorbaçov SSR-nin konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. İlk növbədə Azərbaycan televiziyasının enerji bloku partladı. Respublika üzrə televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Günahsız insanların haqlarının altında əzərək qadağan olunmuş güllələri qətl edərək bəşər tarixinin görünməyən vəhşiliyinə əl atdı. Bakıda fövqəladə vəziyyət elan olunmasının haqqında məlumat isə əhaliyə yanvarın 20-sindən səhər saat 7:00-da Respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çoxlu sayda insan isə ağır vəziyyətlə xəstəxanalara yetişdirilmişdir. Faciədən dərhal sonra 1990-cı il yanvarın 21-də ümumi lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalq ilə həmrəy olduğunu nümayiş etdirib, SSR rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyatla rəhbərlik edənləri ifşa edib. Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zid hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, 1990-cı il yanvarın 19-da 20-sinə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin dərh yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır. Elə həmin il noyabrın 20-sində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümumi lider Heydər Əliyev yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirir. 20 yanvarla bağlı hazırlanmış slide show izləyək.
İndi sizə oxşadım. Sen de görmeyi gösterir. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq. Onların şəhidliyinə görə fəxr edirik. ...1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridildi. Dinc əhaliyə divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Sovet ordusunun xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olmanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdi. 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-sində və sonraki günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada və yanvarın 26-sında Lənkəranda daha 8 nəfər qətlə yetirildi. SSR Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Diqqət, diqqət. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet ordusunun silahlı birləşmələri müxtəlif istiqamətlərdən Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum etmişlər. Yüzlərlə əliyalın günahsız insan qətlə yetirilmişdir. Yaralıların sayı hesabı yoxdur. Öldürülən dinç Bakı sakinləri arasında qocalar, qadınlar, uşaqlar var. Bəli, onlar əliyalın insanları, uşaqları, qadınları, qocaları öldürdülər. Sabah nə olacaqdı? Kim bilərdi? Kim bilərdi ki, xalqına düşmən yoxlamışlar, ocağımızın başında oturublar? Kim bilərdi ki, bunlar insan qanına susuyublar? O zaman bütün bunları bilən yalnız qoca tariximizdir. Azərbaycan tarixinin bizə yaxın olan dövründə 90-cı il hadisələri, xalqın oyanışı, xalqın mübarizə, əl-mübarizə ən yaxın informasiyaları çağıran bir tarixi dönəmdir, çatdıran bir tarixi dönəmdir. Biz Komünist qəzetinin o vaxt iqtisadi əlavəsi olan Səhər qəzetinə üstünlük verdik və Səhər qəzetinin nəşrləməyə başladık. Komünist qəzetinin əlavəsi kimi Səhər qəzetinin 37 nömrəsi çıxıb. Və şəhidlərin 40 mərasiminə qədər biz deməli bu hadisələri işıqlandırmışıq. Bax, burada deyikləri keçmişini bilməyən gələcəyini görməz. Görməzsə də kör-köranı addımlaya bilməz. Biz yenidən vətən uğrunda döyüşlərdə doğulduq. 20 yanvar gecəsi bizi qanımıza qalxan etdilər, amma xalq geri çəkilmədi. 25 yanvarda isə əlindəki kağız parçalarını güllələdilər. Bunu unutma oğlum, bunu unutma kızım. Ulu Öndər Heydər Əliyev demişdi, 20 yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir. Bəli, Azərbaycan xalqı bu zirvəyə qalxmağı bacardı. 1930-cu illərdə Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbirstanlığı olub. Bolşevik Kirov öldürüldükdən sonra Çəmbərəkənd qəbirstanlığının yerində İsrail parkı salınıb və Kirovun abidəsi ucaldılır. Azərbaycan müstəqilliyi qazanandan sonra Kirovun abidəsi sökülür. 20 yanvar faciəsi zamanı Dağüstü parkda 20 yanvar şəhidləri dəfn edilir. Şəhidlər Xiyabanında 160 məzar var. 150 nəfər şəhid statusu alıb. 10 nəfər 20 yanvar günü yaralanıb, növbəti günü şəhid olub. 6 nəfər itkin düşüb. 4 nəfərin məzarı isə naməlumdur. Onlardan 3-ü 1918-ci ilin mart soyqırımı zamanı şəhid olanlardır. 1990-cı ilin 20 yanvar günü Sovet ordusunun törətdiyi qırğını dünyaya çatdıran 120 Azərbaycan gəmisi Sabit Orucov sərnişin gəmisində qərargah yaradırlar. Qərargaha 7 kapitan rəhbərlik edir. Bu gəmilər hər 20 dəqiqədən biri dünyaya "Diqqət, mən Bakıyam, məni yandırırlar. Diqqət, Bakı yanır" həyəcan siqnalı göndərirlər. Nəticədə Sakit və Atlantik okeanında üzən gəmilər faciədən xəbər tuturlar. Sovet ordusu öldürdüyü mülki şəxslərin cənazələrini Bayıl tərəfdən Vostok hərbi gəmisi ilə dənizə atmaq və izi itirmək istəyirdi. Mülki gəmilər hərbi gəmilərlə döyüşə girərək cənazələrin atılmasına mane olurlar. SSR Müdafiə Naziri Kapitanlar Şurası ilə danışıqlar aparır və Sovet gəmiləri mülki gəmiləri atəşə tutur. 40-a yaxın kapitan həbs edilərək Rusiyaya göndərilir. Bir müddət sonra azadlığa buraxılaraq vətənə qayıdırlar. Ulu Öndər Heydər Əliyevin 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında əbədi məişət abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Kompleksin tikilməsində memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin hazırladığı layihə seçilir. Oktyabr ayının 10-u abidənin açılışı olur.
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən əbədi məşəl abidəsinin sütunları hündürləşdirilib, abidədəki 8 güşəli ulduz, 8 güşəli güzgünün məsamələri qızılla işlənmişdir. Əbədi məşəl həmişə yanır. 20 yanvar hadisələri bu günün əsas simvolu olan qərənfil gününün də taleyini dəyişdi. Bir zamanlar toylarda gəlinlər qərənfil götürərdi. Qərənfil məhəbbət gülü idi. Qərənfil yenə də məhəbbət rəmzi olaraq qalıb. Bu, şəhidlərimizə olan məhəbbətdir. O gecenin karanlığında dağılmış cesaret dumanı. O gecenin karanlığında doğulmuştu en ışıklı arzular. Biz o gece bugünü hayal edip evlerimizden çıkmıştık. Biz zəfərin şərəfinə, yalın əllə tanklara meydan oxumuşduq. Biz gələcək üçün əl-ələ vermişdik. O əllər sonra dəmir yumruğa çevirdi. O əllər sevgi səpdi. Bakıdan Qarabağacan. O qərənfillərlər daha xarı bülbülü sıqallayacaq. Bu tarixdə nə qədər tün yazılır, yazılsın. Artıq indən belə zəfər rəngindədir. Torpaq yanır, od ələnir, gülömürlər, gül hələnir. Karvan gedir, qandan keçir, qələbəyə gedən yollar. Mərmi səsi, güllə səsi, igidlərin od nəfəsi, düzdü duman çəndən keçir, qələbəyə gedən yollar. Son döyüşdən, son savaşdan, oddan, sudan, dağdan, daşdan, qandan keçir, candan keçir, qələbəyə gedən yollar. Zəngi Misri havasından, anaların duasından, hər ocaqdan, közdən keçir, qələbəyə gedən yollar. Adsız əskər, adsız məzar, hər onun bir tarix yazar. Ardan keçir, sözdən keçir, qələbəyə gedən yollar. Başını sən dik tut ana, kədərini unut ana. Səndən məndən bizdən keçir, qələbəyə gedən yollar. Son döyüşdən, son savaşdan, oddan, sudan, dağdan, daşdan, qandan keçir, candan keçir, qələbəyə gedən yollar. Zəngi Misri havasından, anaların duasından, hər ocaqdan, közdən keçir, qələbəyə gedən yollar. Burada o kadar insan kütlesi var idi ki, iğne atsaydın yere düşmezdi. Tarih bir daha gösterdi ki, dövlətçilik ələlərini yaşayan xalqımızı müstəqilliyin uğrunda mübarizədə qorxutmaq, susturmaq, dayandırmaq mümkünsüz. Bu güc və qüdrətin sayəsində Azərbaycan xalqı istəyinə nail olur. Müstəqil ölkəmiz gündən-günə bütün sahələrdə inkişaf edərək qüdrətləndi, dünyada söz nüfuz sahibi. 30 ildən sonra bu gücün və qüdrətin, xalqın həmrəyliyi, milli iradəsinin və əzmini, müdrik liderinin sayəsində özünün ərazi bütövlüyü və suverenliyini bərpa edərək tarixi zəfər aldı. Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz şəhidlərimizin qisasını alaraq ərazilərimizi işğaldan azad edib bizi tarixi torpaqlarımıza qovuşdurdu. Siz ölsəz də bizim üçün siz ölməmisiz. Halkımızın yaddaşına qanlı portretini zabit olan 20 yanvar hadisəsi, milli tariximizin ən şanlı və qəhrəmanlıq
tamaşa yetirən şəhidlərimizin ruhu şad olsun.